götürüləcək. Biz özümüz niyə tikməyik ki orada? Bu məsələlərin İqtisadi İnkişaf Nazirliyi məşğuldur, bu məsələlərin Şahin müəllim məşğuldur. Yəni o məsələləri qaldırır, o məsələləri deyirlər və dövlətlər arası komissiyada o hökumətlər arası... Mən fikirləşirəm, Cavit müəllim, görün nə vaxtı bu məsələ gündəlikdədir də, belə deyək, yerdə qalıb. Belə sözün həqiqi mənasında və onun üstündən görün biz nə qədər pul qazana bilərdik. Çox pul qazanır. Onlarda qazanmamışıq axı. Hələ qazanmamaqda da davam edir. Yox, hələ onu demirsiniz. Bu Aziz Şahin müəllim, bu körpü və 8 kilometr tikmiş olsaydıq, lap heç mən çox demirəm, belə deyək ki, məsələn tutalım ki, bu 8 kilometrə 42 milyon pul xərcləmiş, 50 milyon pul xərcləmiş olsaydıq. Baxın, 50 milyon. Əgər o yoldan 1 milyon ton yük keçmiş olsaydı, indi hər il bu axırıncı deyək ki, 18 il deyək, 15 il deyək, lap 15 il deyək də tutarsın. Çox yox, ildə 1 milyon ton yük. Mən görürsünüz demirəm 5 milyon, 10 milyon. 1 milyon ton getmiş olsaydı, hər il deyək ki, onun tonunu əgər biz 30 dollardan götürsək 1 milyon nə qədər edirdi? 30 milyon ton. 1 milyon, hələ mən heç nə demirəm, 1 milyon 30 ton. Bu 15 ildə neçə milyon edir? 450 milyon. Sadəcə 1 milyon tonundan geçsəydi, Azərbaycan dövlətinə hər il ən azı o puldan bir 30 milyon qalacaqdı. Sürüşdünüz, yəni bu elə belə lap yüngül sıfırdan. Amma bu koridor işləmiş olsa, koridor da çay kimi bir şeydir. Qabağını kəsərsən, olacaq bənd dayanacaq, yük. Amma açarsan bu çay da axıb gedəcək, arxdır da. Bunu aşmaq lazımdır ki, bu öğrensin ki, bu su buradan geçsin. İndi sizin proqnozunuz necədir? Birinci 8 kilometr yolu və körpünün tikilməsi mən hesab edirəm 5, 7, 8 ay arasında belə qutaracağıq. Orada bilər ki, ola bilsin ki, o körpüdə zaten problemim olsun, amma yolu indi hər halda da bu Astara tərəfdə biliriz ki, orada biraz su çoxdur, qurut torpaqları almaq lazımdır, keçmək lazımdır. Və o xoda düşəndən sonra bizim də indiki buzanda 10 milyon tona qədər daşımağa imkanımız var. Ancaq Astara tərəfə keçməklə, İran Astarasına keçməklə, hələ Rəşd Astara arasının tikilməsini gözləmədən bu ticarəti aça bilərik. Bu da aşmaqla, əgər lap biz 5 milyon ton aparsaq, təkcə dəmir yolu ildə 5 milyon aparsaq, demək birinci il 3 milyon və yaxud 5 milyonda təqribən bu civarda apara bilsək, lap 2 milyon aparsaq, bu artıq haradasa 60 milyona yaxındır. Təkcə dəmir yolunun qazancı. Bugün Azərbaycanda neçə kilometr dəmir yolumuz var bizim? Azərbaycanda demək ümumiyyətlə stansiya yolları ilə, nə bilim, əlavə yollarla, bir var baş magistral yollar, bir də var bütün yollar. Ümumiyyətlə götürəndə 4270 kilometr təqribən yol. 4270 kilometr. Bəli, hamısı. Onun hansı hissəsi artıq mənəvi cəhətdən köhnəlib və dəyişdirilməsinə ehtiyac var? Mən sizə əslində deyim ki, 100% hər kəs hamısı köhnəlib və hamısının dəyişilməsinə ehtiyac var. Cənab Prezidentin sərəncamıyla kredit ayrılıb, Maliyyə Nazirinin dəstəyi var bizə, hökumətin dəstəyi var və biz o məsələləri demək baş nazirin yanında etdik, müzakirə elədik. Dəstək verildi, yəni Prezident imzaladı, sərəncam imzaladı. Artıq düzdür, bu 2 il buna qavuşur, 400 kilometrə qədər təmir olunub Bakı böyük kəs istiqamətində. Demək olar ki, bizdə olan lokomotivlərin orta yaş həddi 30 ildən çoxdur. 30 ildən çoxdur, ondan aşağı yoxdur. Hamısı 30 ildən. Biz axırında bir Allah Cənab Prezidenti qorusun, 3-4 dənə yenisini almışıq. Vagonlar almışıq, bir 3000-ə yaxın Rusiyadan yük vagonları. Bütün bu işlərin normal məcraya düşməsinə, keyfiyyətli xidmətdən ötürü lazım olan şəraitin yaranmasına sizcə nə qədər vaxt lazımdır? Təqribən mən hesab edirəm ki, biz 3 il, 4 ildən sonra artıq deyə bilərik ki, bizim sərnişin daşımamız qaydasındadır. 3 il, 4 ildən sonra deyə bilərik ki, inşallah, yenə deyirəm ki, ölkə başçımızın dəstəyi ilə, ölkəmizin dəstəyi ilə, bu yəqin ki, 3 il, 4 ildən sonra biz deyə bilərik ki, yüklərin aşağı daşınması təhlükəsiz və təmin olunur. Çünki burada hər şey elektronlaşmalıdır,
bilet alınması elektronlaşmaya keçməlidir, onlayn sistemi düzəlməlidir, rabitə işarə etmə düzəlməlidir. Yenidən hər şey qurulmalıdır. Ən az heç olmasa qatarlarımızda bir vaxtlar Daşıtmaz. vaqon restoranlar ənənəsi var idi. Yəqin ki, orada gəlməlidir. Biz gərək sürətləri artıraq, yollarda rahatçılıq artıraq. Buradan Gəncəyə qədər gedən təyyarə ilə məsəl üçün təsəvvür edin ki, təyyarə ilə gedir, buradan gedəndə Gəncəyə bir 3 saat yarım itirirsən. Amma biz gərək onu edək ki, biz 3 saat yarıma 4 saat artıq Gəncəyə çataq. Buna da çox böyük bir şey lazım deyil. Sadəcə hərəkəti təqribən 100-ə çatdırmaq lazım. İndi saatda neçə kilometrlə gedir? Orta saat sürətimiz nə qədər? Biraz belə çətinlik çəkirəm. Təqribən gedir də yük qatarları gedir 30-la, 25-lə. O qatarlarda öz riskimizə veririk 40. Ona görə də Allah ömrümüzü də uzun eləsin, çünki yolumuz uzundur. Hamımıza bizə yaxşı yol arzulayıram. Gələcəyə ümidlə baxmaq lazımdır. Biz gələcəyə də ümidlə baxırıq və Cənab Prezident də kömək edir. Yəqin ki, hər şey qaydasında olacaq. İnşallah. İnşallah. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.